Malik ibn Dinar rahimehullah deyirdi: Bir gün qəlbimdə qəribə bir qaranlıq hiss etdim. İbadət əvvəlki kimi ləzzət vermirdi. Quran oxuyurdum, amma əvvəlki təsiri hiss etmirdim. Dua edirdim, amma qəlbim yumşalmırdı. Öz-özümə dedim, mənə nə olub? Sonra oturub nəfsimi hesaba çəkdim, düşündüm, araşdırdım və anladım ki, bu halın səbəbi etdiyim bir günahdır. Bir günah. İnsanlar onu kiçik görə bilərdi. Amma o günah mənimlə Allah arasında pərdə olmuşdu. Bundan sonra Malik ibn Dinar rahimehullah deyərdi: Bəndə etdiyi günahın cəzasını bəzən qəlbində hiss edər. Ey insan! Bugün bir çox insanlar qəlblərinin niyə sərtləşdiyini anlamırlar. Niyə namazda ləzzət yoxdur? Niyə Quran təsir etmir? Niyə dua qəlbdən çıxmır? Bəlkə də səbəb tərk edilməyən bir günahdır. Bəlkə də səbəb gizlində edilən bir xəta, baxılan haram, deyilən bir söz və ya gecikdirilən bir tövbədir. Qəlbin qaraldığını hiss etdiyin zaman dünyanı deyil, öz əməllərini yoxla. Çünki qəlbi nurlandıran da Allahdır, qaraldan da günahlardır. Və unutma, bəzən bir səmimi tövbə illərlə qaranlıq qalmış qəlbə yenidən nur gətirər.